Sahib möminləri, müsəlmanları bağışla, dirilərini də, ölülərini də hamısını bağışla. Hamını bağışlasa laf yaxşı. Peyğəmbər buyurdu, bu ayda hamı bağışlanacaq. Sonra minbərə çıxdı. Minbərə çıxanda birinci pilləkənin ayağını qoydu, dedi amin. İkinciyə qoydu, dedi amin. Üçüncü dəfə dedi amin. Dedilər, ya Resulallah, nəyə amin dediniz? Buyurdu ki, Cəbrail nazil oldu, 3 dəstəni istisna elədi. Hamı bağışlanacaq 3 dəstədən başqa. Bir, ağ valideyn olanlar. Valideynləri onlardan narazıdırsa, bağışlanmayacaqlar bu ayda. Valideyn narazıdırsa. Valideyn həm diri olsa adamdan narazı ola bilər, həm dünyasını dəyişəndən sonra adamdan narazı olur. Bəzən diri olan da razıdır bizdən. Dünyasını dəyişib yaddan çıxartmışıq. Heç bir savab göndərmirik, orada bizdən narazı olur. Ona görə valideyn diri də olsa, dünyasını dəyişsə də onu razı salaq bu günlərdə ki, bağışlana bilək. Qəbir üstünə gedək, gedə bilmiriksə namaz hədiyyə eləyək, Quran oxuyaq, ataya, anaya, dünyasını dəyişənlərə. Sağdırsa gedək, əlindən öpək, üzündən öpək, onun nazını çəkək, cəfasını çəkək. Heç bir halda ona uf deməyək, ona xidmət eləyək. İkinci bağışlanmayanlar kimdir? Adımı eşidib mənə salavat göndərməyənlər. Onlar bağışlanmayacaq. Üçüncüsü, bu aydan bəhrələnməyənlər. Yəni bağışlanmaq istəməyənlər. Rəhmət yağışı göydən yağanda adam gedir damın altında gizlənirsə, bu yağışın günahı deyil. Bir butulkanın ağzını bağlayasan, atasan dənizin içinə, onun içinə su daxil olmayacaq. Çünki bağlayıb yolu. Sonra dənizi qınamaq olar ki, niyə bu boş qalır? Bağlayıb yolu, yolunu aç, nə qədər bacarırsan bu qabı Allahın rəhməti ilə doldur. Buyurur, elə bir ay gəlir sizə tərəf, əvvəli rəhmət, ortası məğfirət, sonu azadlıqdır. Aitkum minənnar, ay bitənə yaxın hamı cəhənnəm odundan azad olur. Şəhrun du'itum fihi ila ziyafətillah, heç bir şey haqda bu söz işlənməyib. Elə bir aydır ki, bu ayda Allah qonaqlığına dəvət olunmuşsunuz, Allah ziyafətinə dəvət olunmuşsunuz. Oruç tutanlar təsdiq eləyər bəlkə də sözümü. Bilirsiniz, bunu alimlərdən də eşitmişəm, özüm də elə düşünmüşəm əvvəlcədən bu barədə. Dünyadaykən cənnətin elə bir hissi gəlir insana, bilmirəm. Sən ki, həm dünyadasan, həm dünyada deyilsən. Ramazan ayında da elə bir hal var. Cənnətin bir güşəsidir, hissəsidir yer üzündə. Oruc zamanı insan bu halda olur. Şeyx Tusi bir hədis nəql eləyir. Peyğəmbər Meyraca gedəndə bir qəsr görür, bir saray görür. Buranın da sarayı fərqli olar da yəqin. Soruşur ki, bu qəsr gözəl bir qəsrdir, Peyğəmbərin diqqətini cəlb edir. Deyir, bu qəsri kimin üçün yaradıblar cənnətin bu sarayını? Buyurur, 4 xüsusiyyəti olan adam üçün. 4 nəfər üçün, 4 xüsusiyyətə sahib insan üçün. İtabətul kəlam, idamətus siyam, İt'amut ta'am, vəl-mütəhəccidu bil-leyl, vəl-nasu niyam. Buyurur, birinci o insanlar ki, sözləri təmizdir, paşdır. Yəni, söz qeybətdən, yalandan təmizdir. Sözü təmizdir. Çalışın Ramazan ayında, hər il kiçik qardaşınız kimi sizə tövsiyə eləmişəm, bir daha deyirəm. Çalışın Ramazan ayında kiminsə sözünü danışmayın. Bax, bugündən qərar veririk. Sabahdan Ramazan ayının sonuna qədər heç bir adamın sözünü danışmayacağım. Hətta şübhələnsəm ki, bu qeybət olar, yenə danışmayacağım. Görün, bunun faydasını görürsünüz ya. Bu ay ərzində dilə ciddi nəzarət olunsa çox yaxşıdır. Dilə, xüsusən dilə ciddi nəzarət olunsa yaxşıdır. Yoxsa ki, Peyğəmbər buyurur, nə qədər oruç tutanlar var ki, orucdan faydası yalnız ac qalıb, susuz qalmaq olar. Peyğəmbər buyurur ki, kimsə oruç tutduğu halda, biri gəlib ona ağır söz deyər. Bu ona deyər ki, orucam, mən sənə baş qoşmuram, orucam deyə, mən sənə cavab vermirəm, Allahdan nida gələr ki, şahid olun, mən bu bəndəmi əzabdan uzaqlaşdırdım.
Bu ki mübahisədən uzaqlaşdı, mübahisədən. Mən də onu əzabdan uzaqlaşdırdım. Pak söz sahibləri bu qəsrə daxil olacaq. Peyğəmbərin gördüyü həmin o qəsrə. Əli əleyhissalam soruşdu, yenə Həzrət Əli soruşdu ki, ən pak söz hansıdır? Peyğəmbər buyurdu, Subhanallah və elhamdülillah və la ilahə illallah və Allahu Ekber. Zikirlərin anasıdır bu. Bütün gözəl zikirlər buradadır. Bu zikri gün ərzində Ramazan ayında da desək yaxşıdır. Bir də salavat zikrində desək yaxşıdır Ramazan ayında. İkinci kim? Davamlı oruç tutan, yəni Ramazan ayı başlayandan sona qədər orucunu pozmayan. Adam var axı bir günlə bir tutur. Deyir, mən bir günlə bir tuturam. Biri deyir, mən ağır günlərdə tuturam. Ağır gün hansıdır bilmirəm, deyirsən Qədir gecəsi. Ağır günlər haçandır deyir, orucu onda tutun. Biri ağır gündə, biri yüngül gündə tutur. Amma o qəsrə daxil olacaq, Ramazan ayı başlayandan sonuna qədər orucu tutub axıra qədər tamamlayan adamlar. İt'amut ta'am, ehtiyaclı insanlara yemək verənlər, iftar verənlər. Bir xurmayla belə kim oruç tutana iftar versə, elə bir qul azad edib. İmkanı olanlar xurma verməsinə, başqa şey versin. İmkanı olanlar xurma ilə kifayətlənməsin. Başqa gücü satan nəsə bir iftara verə bilirsə versin, özdə iftar süfrəsinə müxtəlif təbəqələrdən insanlar çağırsın. Ancaq varlıları və ancaq kasıbları çağırmasın. Elə bir süfrə olsun ki, hamı orada qardaş kimi otursun, o süfrədən istifadə eləsin. Və çalışın, axtarın, Allah eləməsin, oruç tutanların içində eləsi olsun ki, iftara yeməyə çörək tapmasın, biz gələk yediklərimizdən danışaq. Sosial şəbəkədə şəklini çəkək, qoyaq o yediyimiz yeməklərin, bir də baxsın yeməyə bir şey tapmasın. Allah eləməsin. Axtaraq, tapaq, ağız açmayan, abrını gözləyən adamlar var. Elə hər adam gedib demir ki, mənə kömək elə. Adam var, abrını gözləyir. Ged, axtar, tap, maraqlan, qonşuda, dostda, tanışda. Din budur vallahi, yoxsa ki, elə namaz qıl, oruç tut. Din budur ki, insan maraqlansın, görsün ki, kimə bununla əlindən kömək gəlirsə onu eləsin. Dördüncüsü, axırıncısı, cəmaat yuxuda olan vaxt, oyaq qalıb gecə ibadət edən insanlar bu qəsrə daxil olacaq. Hər dəfə qismət olmur gecə durmaq. Ramazan ayında qismət olur da, səhər o başdan yeməyindən qabaq hamı durur. Duranda heç olmazsa 2 rükət gecə ibadət eləyin, 2 rükət. Sübh namazından əvvəl 2 rükət gecə namazı qılın, ən azını deyirəm, ən azını. 2 rükət gecə namazı qılın. Və sonra gelin çörəyizi yiyin, iftar, o başdan eləyin, sonra gelin sübh namazını qılın. Yəni, bu çətin bir şey yoxdur. 2 rükət gecə namazını sübh namazından əvvəl qılın ki, bu hədis bizim halımıza da şamil olsun. Bu ayda günahlar bağışlanacaq. Kəyəvmin vələdəthu ummu. Cabir İbn Abdullah deyir, İmam Baqir mənə bunu dedi ki, bugün oruc qutaranda bağışlanacaq, elə bil anasından indi doğulub. 50 yaşı var, 60 yaşı var, oruç tutdu Ramazan ayında, elə bil anasından indi doğulub. Deyir, özümü saxlaya bilmədim. Dedim, nə gözəl sözdür ya, Yəbnə Rəsulullah, ay imam, ay Peyğəmbər övladı, nə gözəl sözdür bu. Oruçdan sanki dünyaya gəlib indi, günahlardan belə təmizlənir. O qədər hörmətli aydır ki, deyir, lə təqulu cəə Ramazan və zəhəbə Ramazan. Deməyin, Ramazan gəldi, Ramazan getdi. Bu ayın adını hörmətlə çəkin. Bu ayın Ramazan ismun min əsmaillah. Bu Allahın adlarından biridir. Onun adını elə belə çəkməyin. Ramazan sözü deməyin, deyin Ramazan ayı gəldi, deyin mübarək Ramazan ayı gəldi. Bu ayın adını hörmətlə çəkin. Ramazan sözünün mənası yandıran deməkdir. Günahları yandırır, aparır. Günahlardan insanı təmizləyir. Və böyük insanlar, hətta mən görmüşəm tarixdə, arzu eləyiblər ki, oruc halında dünyadan köçsünlər. Oruc halında dünyasını dəyişənlərdən biri Cəfər ibn Əbu Talibdir, Cəfər Təyyar. Döyüşdə qolları kəsildi, atdan yerə düşdü. Gətirdilər su verməyə, dedi ki, mən orucam. Dedilər, axı sən qan itirirsən bu halda. Deyir, yox, istəyirəm Allahımın görüşünə oruc halda gedim.
Onlardan biri, mən dünən baxırdım, Nəfisə xatun, İmam Həsən əleyhissalamın balalarındandır. Misirdə yaşayıb o. Misirdə yaşayıb, yazırlar ki, 6000 dəfə Quranı xətm eləyib. Misirdə qalırmış. Deyir, o qədər şərafətli adam imiş ki, dəstəmazın suyundan insanlar təbərrük edərmiş. Bir gözü görməyən qız, indi də Misirdə danışırlar onu, hal-hazırda da. Gözü görməyən bir qız dəstəmaz suyunu gözünə çəkib gözü açılıb. O dünyasını dəyişəndə dedilər, bu burada dəfn olunsun. Əhl-i sünnət alimləri belə. Dedilər ki, bu qalsın, burada dəfn olunsun. Həyat yoldaşı dedi, o Mədinəyə aparacam. Yatdı, deyir, yuxuda həyat yoldaşı özü danışır. Peyğəmbər yuxuma gəldi, dedi, qoy qalsın, orada dəfn olunsun, Misir əhalisinə